Bəs Rəşad qardaş, işgəl hardadır? Rafizilərin işgəli hardadır? Problemi hardadır? Harda düşüblər problemə? Cavab. Rafizi məxluqatın sifətinin, məxluqun, diqqətlə qulaq asırsınız, sifətinin lazımını kimə aid edir? Allaha. Bir də deyirəm, məxluqun sifətinin lazımını, lazım nə deməkdir? Nəticəsini Allaha aid edir. Allahı məxluqatına bənzədir. Rahat müqayisə edir. Məxluqatın sifətini Allahın sifəti ilə eyni tutur Rafizi. Niyə? Çünki Rafizi müşəbbihədir, mücəssimədir. Özləri kimi müşəbbihə yoxdur. Qardaş, neyniyib? Deyir ki, məxluqun sifətinin lazımı var, yoxsa yox? Var da, mən məsələn burada oturmuşam, düzdür? Buradan düşəndə, bura boş qaldı, yoxsa yox? Boş qaldı. Məxluqun sifətinin lazımıdır. Məxluqun sifətinin lazımını Allahın sifətinə aid edib. Bu, belədirsə deyir, məxluqda. Allahda da eynidir. Neynədir? Allahı məxluqatına bənzətdi, müşəbbihədir. Vallahi, belə eləyiblər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Biz ötən bəhslərdə Vəhabinin bir sözünə, fikrinə irad gətirmişdik və o da bizim dediklərimizdən sonra heç bir cavabı yoxdur. Təbii ki də cavab verə bilməyəcək, çünki heç bir cavabı yoxdur. Biz ona bura qədər dedik ki, Allah Azza və Cəllə Quranda ki deyir, istiva etdi, göyə siz də istivanı zatı ilə ucalmaq mənasında götürmüsünüz. Onda yənzilu Rabbuna deyərkən, Rəbbimiz enir deyərkən, enir də yənzilu sözü də, yəni enir yuxarıdan aşağı gəlir mənasındadır və oturursunuz gecənin son 3/1 hissəsində gözləyirsiniz ki, Rəbbiniz ensin və onunla söhbət edəsiniz. Heç bir vəhabi bu hədis ki, Buxarı Müslimdə gəlib ki, gecənin son 3/1 hissəsində Rəbləri yer üzərinin səmasına enir və onlar başlayırlar Allahdan nəsə istəməyə. Bu hədisi bilən heç bir vəhabi gecənin son 3/1 hissəsində oyaq qalıb dua etməyi ki, tərcih edir və istəyir oyaq qalıb dua etsin, heç bir vəhabi həmin anda Allahı göydə hesab etmir. Amma bunlar deyirlər ki, olov zatı sifətli, ensə də yenə də göydədir. Və ensə də yenə də göydədir, bəs oturub hansı Rəbbi çağırırsınız və dua edirsiniz. Özləri də deməli istəmədən həmin vaxtda otururlar və dua edirlər. Və belə etiqad etmirlər ki, Allah göydədir. Etiqad edirlər ki, Allah enib yer üzərinin səmasına. Yənzilu da enir mənasındadır. Sadəcə Buxarını, Müslimi də tərk etmək istəmirlər. Bəzi əhlüsün alimləri kimi başqa mənaya götürmək istəmirlər o enmək sözünü. Hətta öz alimləri ki var, vəhabi alimləri, onlara əhlüsün alimi deyirlər ki, onlar deyiblər ki, Allah ilə də ərşi boş qalır. Bu vəhabin özü də qeyd elədi, etiraf elədi. Cavab budur ki, yəni sual verilsə ki, Allah subhanahu və teala dünya səmasına inir, bu hədis bu sabit edib, hədislə sabit. Ərşi enəndə boş qalır, yoxsa yox? Bu barədə əhlüsünnə alimləri ixtilaf ediblər. Bu ixtilaf əhlüsünnənin dairəsindədir. Birinci görüşdə olan alimlər deyiblər ki, enir və ərşi boş qalır. Bunu İbn Məndəh, Abdurrahman ibn Muhammed tərcih edib bu görüşü. Enir və ərşi boş qalır. Hətta onların da sözünə əsas götürmürlər. Onlar da otururlar, fikirləşiblər ki, yox, enəndə ərşi boş qalır. Əgər müşəbbihəlidirsə, buyurun onları da müşəbbihə hesab edin. Burada deməli bir məsələyə işarə etmək istəyirəm. Vəhabi həmin yerdə nə deyirdi? Deyirdi ki, güya biz şiələr müşəbbihəyik, məxluqun sifətinin lazımını, nəticəsini nisbət vermişik Allaha, Xaliqə. Və misal da vurur ki, mən yerimdən dursam, yerim boş qalır. Bu, məxluqun sifətinin lazıməsidir ki, yerindən dursa, yeri boş qalır. Və güya biz bunu Allaha nisbət vermişik və demişik ki, baxmışıq, görmüşük ki, bəndələrdə, məxluqlarda bu cürdür, nisbət vermişik, demişik ki, onda Xaliqdə də bu cürdür. Və bununla da biz güya müşəbbihə və mücəssiməyik, nəticədə kafirik. Baxın, həmin məsələnin özünü İbn Hüseymin vəhabilərin müftlərindən olan Şeyx Hüseymin də həmin məsələdə elə bizim kimi düşünür. Onda görə İbn Hüseymin də siz müşəbbihə və mücəssimə hesab edəsiniz. Baxın,
YouTube kanalında İbn Hüseyminin bir çıxışı var. İbn Hüseymin hədisdə ki gəlib, zil sözü gəlib, Allahın kölgəsi. Bu barədə İbn Hüseymindən fərqli olaraq bəzi alimlər, həmçinin Bin Baz deyir ki, bu Allahın öz kölgəsidir. Zilluhu deyir. Ohu damir ki var, yəni onun kölgəsi Allaha aid edilir. Baxmayaraq ki, bəzi digər hədislərdə ərşə də nisbət verilib. Amma İbn Baz deyir ki, bəli, bu Allahın özünün kölgəsidir və özünə layiq şəkildə, öz şəninə layiq şəkildədir. Amma İbn Hüseymin deyir ki, bəzi tələbələr düşünürlər ki, burada zildən, yəni kölgədən məqsəd Allahın kölgəsidir. Deyir, bu xətalı sözdür. Sonra deyir, niyə görə belədir? Deyir, ona görə ki, insanlar yer üzərindədirlər və onların kölgəsi var. Məxluqlar yer üzərində, onların kölgəsi var. Niyə? Çünki onlar günəşin altındadır, günəş onların başlarının üzərindədir və kölgə də günəşdən əmələ gəlir. Məxluq üçün kölgə varsa, bunun laziməsi nədir, nəticəsi nədir? Budur ki, pəs günəş onların başlarının üzərindədir. Deyir ki, əgər biz desək ki, Allahın da kölgəsi var, deməli, nəticə budur ki, laziməsi budur ki, günəş Allahın başının üzərindədir. Halbuki belə bir şey düşünə bilməriyim. Niyə? Çünki deyir ki, Allahdan yuxarı heç nə yoxdur, Allah hamıdan yuxarıdadır. Ənə bə'd tələbə yəzunnun ənəl muradə bil-zil fi zillihi yevmə la zillə illə zilluh ənəhu zillu Rabbi azze və cəl və hədə zannun xatıun ciddən la yəzunnuhu illə rəculun cahil və zəlikə ləənnə minəl ma'lum ənəl nəsə fil ard وأن الظل هذا يكون من الشمس عن الشمس فلو قدر أن المراد به ظل الرب جل وعلا لزم من هذا أن تكون الشمس فوق الله ليكون حائلا بينها وبين الناس وهذا شيء مستحيل لا يمكن لأن الله سبحانه وتعالى قد ثبت له العلو المطلق من جميع الجهات. Deməli İbn Hüseymin burada nə edir? Məxluqun sifətinin lazıməsini nisbət verir Allaha. O məxluqdadır ki, məxluqun kölgəsi varsa lazımı budur ki, deməli, günəş onun başının üzərindədir. Amma o deyə bilərdi ki, yox, Allahda bu cür deyil. Bin Baz kimi deyərdi ki, Allahda öz şəninə layiq şəkildədir kölgəsi. Amma deyir, belə deyil. Deyir, Allahın kölgəsi ola bilməz. Çünki bunun laziməsi budur ki, günəş onun başının üzərində olsun. Və buna görə də çün günəş Allahın başının üzərində deyil, nəticə mümkün deyil ki, belə olsun, onda deməli Allahın da kölgəsi yoxdur. Yəni, eynilə baxıb məxluqa, görür ki, məxluq kölgəsi var. Niyə görə? Çünki günəş başının üzərindədir. Deyib ki, əgər Allahın da kölgəsi olsa, mənası budur ki, günəş onun başının üzərində olmalıdır. Və bu da müşəbbihəlidir, yəni məxluqu bənzədib xaliqə. İndi buyursun Vəhabi öz şeyxinin bu sözünə izah versin və cavab versin. Əks halda İbn Hüseymini də müşəbbihə hesab etməlidir. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.